Salam dəyərli dostlar, mən Ceyhun Familoğlu. Deməli, YouTube kanalımızda belə bir sual paylaşmışdım və istəyirəm indi də onun izahını sizinlə bölüşüm. Deyir, bir bankada 20 və 50 qəpik olan 35 dənə dəmir pul var. Bankada 13 manatlıq pul olduğuna görə neçə dənə 20 qəpiklik pul, dəmir pul var? Gəlin izaha baxaq. Bura 20 qəpik yazırıq və 50 qəpik yazırıq və ümumi say 35 dənədir. Heç birinin ayrıca say barədə məlumat olmadığı üçün 20 qəpiyə sayını x yazırıq, 50 qəpiyin sayını y yazırıq və onların da ümumi sayı 35-dir. Əgər 20 qəpiyin sayı x-dirsə, deməli 20 qəpiyin ümumi məbləği 20 bölü x-dir. O cümlədən də 50 qəpiyin sayı y-dirsə, deməli 50 qəpikliyin ümumi məbləği 50 bölü y-dir. Ona görə də hər ikisinin ümumi məbləği birlikdə 20 bölü x üstəgəl 50 bölü y bərabər eləyəcək. Manatı da qəpiyə çevirəcək. 1300 qəpik. Sonra nə edirik? Və hər tərəfin 20 qəpiyə vura bilərik ki, biz x-dan və yaxud 50 qəpiyə vura bilərik ki, biz y-dan azad edək. Yəni birini tapaq ki, o birisini də tapmaq üçün bir yol açılsın. 20. Deməli 20x üstəgəl 20 edir, bunu da edir 700. 20x üstəgəl 50y bərabər 1300. Aşağıdan yuxarı çıxsaq, bunlar gedir. 30y bərabər 600. Y bərabər 20. Tapdıq y elədi 20 və yuxarıda da görürük ki, x ilə y-in cəmi 35 edir. Yəni x-in üstə 20 gələndə 35 edir. X də bərabər edəcək 15. Deməli cavab neçədir? 15. Deməli 15 dənə 20 qəpiklik dəmir pul var. İzahımız bu qədər. Hər birinizə uğurlar arzulayıram.